Avans əməliyyatı, yəni müştərilərdən beh alınması və yaxud təsisatçılara beh ödəniş əməliyyatlarının həyata keçirilməsi maliyyə bölməsindən aparılır. Maliyyə bölməsinə daxil olduqda ilk açılan əməliyyatlar bölməsində yeni əməliyyat düyməsinə keçid edirik. Açılan pəncərədə yuxarıdakı başlıqlarda avans bölməsinə keçid edirik. Burada qarşı tərəf avansı icra edəcəyimiz qarşı tərəf bu müştərimiz də ola bilər, müştəridən avans ala bilərik və yaxud təsisatçımız ola bilər. Təsisatçımıza avans ödənişi həyata keçirdə bilərik. Qarşı tərəf təyin edəcək. Əgər burada müştəri adı seçəriksə, biz ondan avans alacağıq mənasına gələcək. Qarşı tərəf seçdikdən sonra əməliyyatın növünü təyin edəcək. Əməliyyatın növü müştəri olduğu üçün mədaxil olacaq. Yəni müştəridən hesabımıza pul daxil olacaq, mədaxil. Bəzən ola bilər ki, müştəridən aldığımız ödənişi sonradan müştəri verdiyi sifarişdən imtina edərsə, geri qaytarma ehtiyacı yarana bilər. Bu zaman müştərinin adını seçdikdən sonra ona pul qaytaracaqsa, məxaric əməliyyat növündə seçə bilərik. Aldığımız pulu müştərinin özünə geri təhvil vermək üçün. Mədaxil əməliyyatını seçirik, ancaq müştəridən ödənişi qəbul edəcək. Mədaxil seçdikdə avans mədaxil avtomatik düşəcək. Burada əgər müştəridən qəbul etdiyimiz avans rəsmi avans qayməsi ilə həyata keçirilirsə, o zaman qaymənin əsas məbləği ilə yanaşı ƏDV-si də mövcud olacaq. Birinci əməliyyat üçün biz hələlik sadəcə əsas məbləğ üzrə avans ödənişini həyata keçirdik. Əsas məbləğ tarix təyin edəcəyik. Müştəridən daxil olan avans nə zaman hesabımıza daxil olub, daha sonra ödənişin növünü təyin edəcəyik. Şərt olaraq müştəri deyək, nəğd şəkildə ödəniş edib, hesabımızı seçəcəyik. Nəğd hansı hesabımıza, hansı kassamıza pul daxil olub və əməliyyat üzrə əməliyyatın ödəniləcək məbləğini təyin edəcəyik. Ödəniləcək məbləğ xanasına müştəridən şərt olaraq deyək 500 manat avans almışıq. Yazıb təsdiqlədiyimiz təqdirdə artıq müştərinin bizdə 500 manat ödənişi görünəcək və icra etdiyimiz əməliyyat burada görünəcək. Eyni zamanda biz əgər rəsmi qaymə əsasında, rəsmi avans qayməsi əsasında müştəridən avans əməliyyatı, avans ödənişi almışıqsa, o zaman müştərinin adını seçdikdən sonra şərt olaraq müştərinin adını seçdikdən sonra əsas bölməsində bank seçəcəyik. Adətən əsas ödənişlər bank hesabına edilir. Buradan bankımızın adını seçəcəyik və əsas ödənişin məbləğini qeyd edəcəyik. Daha sonra ƏDV hissəsinə keçid edib, onun da müvafiq olaraq tarixini, ödəniş növünü, ƏDV ödənişləri digər bölməsindəki depozit hesabına qəbul olunur və ödəniləcək məbləğ qeyd edəcəyik. Burada toplamını göstərəcək sistem əsas və ƏDV bir yerdə toplam 118 manat ödəniş qəbul edirik. Təsdiqlədiyimiz təqdirdə yenə də həmin əməliyyatların deməli burada sənədlərini görəcəyik. 100 manat əsas məbləğ üzrə, 18 manat ƏDV üzrə və bank və depozit hesabına müvafiq olaraq ödənişlər qəbul edilmiş oldu. Eyni zamanda avans əməliyyatında qarşı tərəfi təsisatçı seçərək biz həmin təsisatçıya ödənişlər həyata keçirə bilərik. Deyək ki, bu təsisatçı logistika şirkətidir. Daşımaya görə xidmət qayməsi xidmət göstərəcək və biz öncədən ödəniş etmişik. Məxaric seçəcək, bizdən pul çıxacağı üçün yenə də rəsmi qaymədirsə əgər əsas və ƏDV-si olacaq. Deyilsə nəqd ödənişdirsə sadəcə əsas məbləğ üzrə yenə də standart olaraq tarixini təyin edəcək, ödəniş növünü təyin edəcək, hansı hesabdan pulun çıxdığını təyin edəcək və məbləğini qeyd edəcək. Şərt olaraq 300 manat ödəniş etmişik. Təsdiqləyəcək. Bu formada öz ödənişlərimizi də, avans ödənişlərimizi də həyata keçirəcək. Bu əməliyyatları icra etdikdən sonra sistem avansla bağlı hesabat formalaşdırır. Həmin hesabatlar yuxarıdakı başlıqlarda, hesabatlar bölməsində, avanslar hissəsində olacaq. Bu bölməyə gəldikdə hansı qarşı tərəfdən biz pul almışıq mədaxil, hansı qarşı tərəfə biz pul vermişik məxaric və son yekun balansı göstərəcək. Burada biz prospekt MMC-dən 118 manat qırmızı və mənfi ilə göstərir. Yəni biz onlardan pul almışıq, deməli öhdəliyimiz formalaşıb. Bu pulun qarşılığında ya məhsul xidmət verməliyik, ya da pulu özünə qaytarmalıyıq. Öhdəlik formalaşıb deyə bu bizdən çıxacaq bir vəsait kimi nəzərdə tutulur. Qırmızı və mənfi ilə göstərir. Yaşlı olduqda isə biz onlara ödəniş etmişik və deməli əvəzində ya məhsul xidmət alacağıq, ya da pulumuzu geri götürəcəyik. Bu formada hesabat formalaşdırır. Qarşısında da ətraflı baxış düyməsi var. Açaraq o müştəri ilə bağlı daha öncədən aparılmış bütün avans əməliyyatlarının sırasıyla ardıcıllığını görə bilərik. Avans əməliyyatının
icrası bu şəkildə həyata keçirilir. Eyni zamanda sol tərəfdə filtrlər bölməsindən də müxtəlif kombinasiyalarda filtrlər edərək avans hesabatları nəzərdən keçirmək olar. Şərt olaraq balansı tutaq ki, mənfi olanlar, yəni kimlərin bizdə avans ödənişləri var, toplam müştərilərdən gələn avansın miqdarı nə qədərdir şəklində və yaxud bizim kimdə ödənişlərimiz var şəklində spesifik hesabatlar formalaşdırmaq mümkündür.